Xəbər verdiyimiz kimi Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsi Gəncə şəhər icra hakimiyyətində araşdırmalara başlayıb. Yoxlama Hesablama Palatasının müraciəti əsasında aparılır. Çünki qurum Gəncə şəhər icra hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlayıb. Audit 2023-25-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb. Bir xəbər media xəbər verir ki, Yeni Sabah yoxlamalarla bağlı Gəncə şəhər icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb, lakin zənglərə cavab verən olmayıb. Gəncədən seçilən deputatlar Naqif Həmzəyev, Musa Quliyev, Müşfiq Cəfərov və Pərvin Kərimzadə məsələ ilə bağlı şərh verməkdən imtina ediblər. Onların heç biri sualları cavablandırmayıb. Yoxlamalar aparıldığı bir dövrdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov iş başında deyil. Onun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-sində Çinin Çindao şəhərinə gedib. Bayramov adı çəkilən şəhərin birinin müavini ilə Çindaoda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin rəhbəri ilə görüşüb, şəhərdə fəaliyyət göstərən Bərk məişət tullantılarının emalı müəssisəsinə baş çəkib. Haitiyan Mənzərə və İncəsənət Mərkəzində olub, şəhərin Fuşan Parkında yerləşən Beynəlxalq Dostluq Xiyabanında olub, burada Gəncə şəhər adına ağac əkib. Səfər çərçivəsində Bayramov dünyanın ən möhtəşəm tarixi abidələrindən biri hesab olunan Böyük Çin səddini də ziyarət edib. Xatırladaq ki, Niyazi Bayramov 2018-ci ildən Gəncə şəhər icra hakimiyyətinə rəhbərlik edir.